Məmməd Araz elə bir şair idi ki, vətəni sevməyi təkcə sözlə yox, varlığı ilə öyrətdi. O torpağı sadəcə coğrafiya kimi görmədi. Torpaq onun üçün ana idi, müqəddəs idi, millətin ruhu idi. O yalnız şair değildi, xalqın ruhunun, torpağın nəfəsinin, millətin yaddaşının səsi idi. Məmməd Araz elə bir qələm sahibi idi ki, yazdığı hər misra torpaq kimi doğma, dağ kimi uca, xalq kimi səbirli idi. Onun şeirlərində vətən bir xəritə yox, canlı bir varlıq idi. O vətən ki, ananın laylasında, əskərin andında, dağların qarlı zirvəsində yaşayırdı. Məmməd Araz bu sevgini sözə çevirdi. O sözləri isə xalq öz ürəyinə yazdı. Sual verdilər ki, Məmməd əmi, nə vaxt ruhun rahatlıq tapır? Dedi ki, o vaxt rahat oluram ki, şeirlərimi səslənsin. Şeirlərimi səslənəndə çox rahat oluram. Çəkinmədən deyirəm ki, bugün onun Əskər oğul, vətən desin, ayağa dur Azərbaycan, Murova qar yağırdı kimi şeirləri bugün bizim əskərlərin dilində marş kimi səslənib. O sevginin də, ağrının da, qürurun da şairi idi. Bəzən bir misrası ilə ürəkləri dağladı. Bəzən bir kəlməsi ilə xalqına güc verdi. Dağlarda külək əsəndə, elin qəlbində vətən ağrısı olanda, bir gənc Azərbaycan deyib sinəsini qabağa verəndə Məmməd Araz ordadır. Qəhrəmanlar nə oğludur, bu torpağın, bu diyarın, bu diyarın, bu torpağın, bu diyarın, bu diyarın. Bugün o yoxdur. Amma dağlarda onun səsi, çaylarda onun nəfəsi, ürəklərdə onun izi yaşayır. Ad günün mübarək, ruhu uca Məmməd Araz. Ruhunun qarşısında ehtiramla baş əyirik. Çünki sənin sözlərin, sənin sevgin kimi əbədidir, Məmməd Araz. Xanım Rüstəmzadə, Elşən Məhərrəmov, NTV Xəbər.